Mən Qəhrəmanlı Ramiz, Kürdəmir rayon Üstəməli tam orta məktəbinin 10-cu B sinif şagirdiyəm. Bu layihəyə qoşulmaqda əsas məqsədimiz təcrübəmizi artırmaq və layihəmizi inkişaf elətdirib daha böyük beynəlxalq yarışmalarda iştirak etməkdir. Gəminin katamaran tipli olmasının əsas səbəbi saf yarışının əsas tapşırığı olan gəmi vasitəsilə zibillərin yığılması olmuşdur. Katamaran tipli gəmi digər gəmilərə nəzərən suda sabitliyini daha yaxşı qoruduğundan biz katamaran tipli gəmini daha üstün tutduq və katamaran tipli gəmidə suda hər hansı bir ağırlıq dəyişməsinə, hər hansı bir maneəyə rast gəlinsə də o öz hərəkətini məhdudlaşdırmır. Mən Xəlil Turqut, Kürdəmir rayon Tanrı Şimalovun 3 nömrəli tam orta məktəbin 9B sinif şagirdi. Biz gəminin 3D modelini yığarkən Tinkercad proqramından istifadə etmişik. Çap zamanı isə gəmini hissələrə bölərək çapa vermişik. Filament seçimi zamanı pla yox, PGTC filamentdən istifadə etmişik. Baxmayaraq ki, PLA filamenti daha geniş yayılıb, PGTC filamentini seçməkdə məqsədimiz gəmimizin sağlam, dözümlü və su keçirməz olmasıdır. Çap bitdikdən sonra gəmimizi xüsusi yapışdırıcı vasitəsilə bir-birinə birləşdirmişik. Mən Mənsimov İlham, Kürdəmir rayon 3 nömrəli tam orta məktəb 10-cu B sinif şagirdiyəm. Biz elektronika sistemin quruluşunda motorlara xüsusi diqqət vermişik ki, su keçirməsində. Həmçinin motoru seçim zamanı isə biz 2 ədəd 1400 kW-lıq fırçasız motordan istifadə etmişik. Bateriya seçimi zamanı isə 11,1 voltluq 3S 2 ədəd bateriya seçmişik. Bu bateriyaları məhz ona görə seçmişik ki, tapşırıqları yerinə yetirərkən hər hansısa bir enerji çatışmamazlığı ilə qarşılaşmayaq. Həmçinin ötürücü, qəbul edici, yəni transfer və resiveri məsafəyə uyğun olaraq tətbiq etmişik və SAF-ın verdiyi tapşırıqlara nəzərən seçmişik.